اگر این حال و هوای زمستانی روستا برات جذابه، لطفاً این ویدیو رو تا آخر تماشا کن. با یک لایک ساده کمک میکنی این تصاویر زیبا بیشتر دیده بشن و اگر دوست داشتی با سابسکرایب کردن از کانال حمایت کن تا بتونیم لحظه های بیشتری از زندگی واقعی روستا رو با هم ثبت کنیم. ممنون که همراه مایی. Ariflar gelin size söyleyeyim. Ay Ariflar gelin size söyleyeyim. İstehli yar benden aralıyım. Düştü ay balam aralıyım düştü. Hasretiyem aylar ayrısı. İller hasretiyem aylar ayrısı. Sinem derdehliyle yaralıyım. Düştü ay balam yaralıyım düştü. Ariflar gelin size söyleyeyim. O istehli yar menden aralı düştü. İllər hasretiyem aylar ayrısı. Sinem derd elinden yaralı düştü. Bunda o cavanlar ki doğrada eyleşmiştiler. Bazı ile derd ehliydi daha hop dostlar. Eşq aləmi bir zattı ki hamı görüb, hamının başına gelib. Amma hop əsli kərəm ayrı bir bərnamədir bunlarınki Allah vergisidir. Kərəm əsli Leyli Məcnun Şirin Fərhad eşitmişiz dostlar. Bunlar aşığı həqiqidirlər. Bu oxuyanda cavanlar narahat oldular ki, aşıq, sən kimlər aralı düşübsən, sənin dərdin nədir? Dedi qulaq as. Teze yetim olmuş 14 yaşına. Evi yok bu gözlerine gayr. Şile yay balam gele gayrışına. Akşam seher bulakların başına. Akşam seher bulakların başına. Yanıma dağların
maralı düştü ay balam maralı düştü. Yetib 13-14 yaşına, eybi yoxdur gözlərinə qaşına. Axşam səhər bulaqların başına yadıma dağarım aralı düşdü. Amma bunların doğradakı Kərəm bu sözləri oxur. Dedilər xoş bunun halına ki, bunun sevər sevgilisi nəzərən çox gözəl bir qızdır. Amma xəbərləri yoxdur ki, atası bunu götürüb diyar qaçırdır. Olan daha sözüm var, qulaq asın.